Bugün mənim doğum günümdür. Mən 1950-ci il yanvarın 24-də dahi Həsən bəy Zərdabinin vətəni olan Zərdabda dünyaya gəlmişəm. Və bugün baxıram Facebook səhifəmdə, statusda dostlarım, sənət adamları, demək olar ki, məni tanıyan insanlar hamısı yaxşı şərhlər yazıblar, bəyəniblər. Mən çox onlara sağ ol demək istəyirəm. İlk dəfə də mən belə çıxış edirəm. Bilin ki, çıxış eləməsəm də və sizə cavab yazmasam da, hər birinizin o adını görəndə mən baxıram belə nə qədər sizə ürəyimdən sağ ol deyirəm. Öz minnətdarımı bildirəm, təşəkkürümü bildirəm və mən öz ASTV rəhbərliyinə, kollektivinə də çox sağ ol deyirəm ki, bugün mənim 75 illik yubileyimi bugün saat 12-də Mədəniyyət kanalında veriblər. Mən oturdum, ailəmlə baxdım. Və bu da mənə onların diqqətidir, kollektivin, musiqi redaksiyasının, Mədəniyyət kanalına mənə diqqəti və qayğısı istəyidir. Necə o rəhmətli Cabir Novruz deyir ki, sağlığında insanlara qiymət verin. Doğrudan sağlığında insana qiymət verəndə adam yaxşı olur, özün yaxşı edir. Bir də rəhmətli Əbülfət Əliyev belə bir söz deyirdi ki, baxmayaraq ki, sən 70 yaşın var, ya 75 yaşın var. O demək deyir ki, 70, 75 və 80 yaşamısan. Əgər hansı günü sənə xoş keçibsə, o günü yaşamısan, o sayılır. Onları saysan deyərsən, bu qədər mənim yaşım var. Bu gün mənim yaşayan günümdür, bu gün ürəyim gəlir. Mən də sizlərə həmən bu xoş günləri, yaşamaq günləri arzu edirəm. Sağ olun, təşəkkür edirəm.